الله الأمين وعلى أهل بيته الأطيبين الأطهرين لا سيما بقية الله في العرضين عجل الله تعالى فرجه الشريف واجعلنا من أعوانه وأنصاره واللعنة والنقمة على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى لقاء يوم الدين آمین رب العالمین. Söhbətimiz mübarək Ramazan ayında idi. Ramazan ayının fəziləti barəsində, Ramazanın insanın mənəviyyatında qoyduğu təsirlər barəsində söhbətlər olundu. Bugün də inşallah neçə dəqiqə əyimmənin, Peyğəmbərin hədislərindən bu barədə deyək. Ta bəlkə Allah köməklik eləyər, bizim agahlığımız, mərifətimiz bu aya nisbət çox ola və eləyə bilək o arif insanlar, onlar ki, bu ayda bir dənə həqiqət arxasından gəzirlər. İrfan əhli bizim kimi deyil, bu ayda ancaq bu ayı iftar eləyib, ondan sonra yatmaqla keçirsinlər. Xeyr, bəzi bir dəstə insanlar vardır ki, bu ayda bir həqiqət arxasındadırlar və o həqiqəti şayət tapırlar. Peyğəmbər buzurgəvar özü 10 gün, axırıncı Ramazanın 10 günündə də yatmazdı. Yatağın cəm eləyib yığardı, 10 gün əhya saxlayardı bu axırıncı 10 günü. Ona görə biz təqribən 3-cü 10 günə tərəfi yönəlirik. Ramazan ayının artıq biz 18 günün arxada qoymuşuq və bu günləri bir əlamətdar gündür. O gündür ki, həm Leylətül Qədr, həm də möminlərin ağası Mövləl Müttəqin Əli əleyhissalamın zərbətlənən günüdür. Mərhum Qutbi Ravəndi Lubbul Əlbab kitabında bu hədisi Peyğəmbərdən nəql edir, buyurur. Peyğəmbərdən nəql olunur hədis, buyurur. İnnə mən təməssəkə fi şəhri Ramazan bi sitti xisal qəfərəllahu ləhu zunubəh. Hər kəs mübarək Ramazan ayında 6 dənə xüsusiyyət özündə cəmləsə, 6 xüsusiyyəti və 6 işi yerinə getirsə, Allah təbarək və təala onun günahlarından gedər və günahlarını əfv eləyər. Birincisi budur ki, ən yəhfəzə dinəh. Ramazan ayında oruç tutan şəxs dinin hifz eləyib saxlayar. Rivayətlərdə var, likulli şeyin afə. Hər bir şeyin dərdi var, bəlası var. Sanki bir dənə əkinçidir, istəyir yer əkər. Bu bilməlidir ki, bu məhsulun inkişaf eləməyiliyində hansı maniyələr var. Bəzən onlar səhifgələr gələr, o buğdanı yer, qoymaz məhsul çoxalmağa. Bəzən onlar onun, məsələn, dərmanın dozasını çox eləyərsən. Və yaxud bağbandır. Bağban gərək bilə, bu bağının inkişaf eləməyində bəzi maniyələr var, o maniyələri aradan götürməlidir. Ta o meyvəsi onun yaxşı olar. Bəzən onlar kübrəni məsələn çox verər. Bəzən onlar ağacda müxtəlif cür həşəratlar var, o ağacı yeyərlər, qoymaz, ağac bar verər. Ya bir dənə şofer, maşın sürən adam bilməlidir, maşın misal üçün yolun ortasında birdən dayandı. Bu bilməlidir ki, hansı maniyə bunun nə problem qabağa gəldi ki, bunun maşını dayandı. Xülasə, hər bir adam öz sahəsində o maniyələri bilməlidir. Dinində də bir sıra afətlər var, bir sıra bəlalar vardır ki, insan bu bəlalardan özünü gözləməlidir, bəlalardan özünü qorumalıdır. Məxsusən hal-hazırdakı zamanda insan dinini qoruyub saxlamalıdır, dinin kiçik bir dünya malına satmamalıdır, dinin dünya malı ilə dəyişməməlidir. Elə onu dərhal bir dənə bir şeylə tamaha salsalar, insan gərək tamahın dininə üstün bilməyə, dinin güclü neyliyə, əlində saxlayar. Ona görə Peyğəmbərdən rivayət olunan hədisdə buyurur ki, ən yəhvəzə dinə, həqiqi oruç tutan şəxsi ki, bu 6 xüsusiyyətdən birini yerinə yetirsə, nə olar? Dinin saxlayar. Bir dənə uzadan salavat zikr edir. Allahümmə səllə ələ və yəsunə nəfsəhu. İkinci xüsusiyyət o xüsusiyyətdir ki, insan özün saxlayar. Özün nədən saxlayar?
Günahlardan, hər o şey ki, insanı Allah Taala'dan uzaqlaşdırır. Hər o şeylər ki, insana süstlük və tənbəllik gətirir. Özün bu cür saxlaya ki, mübarək Leylətül Qədri, Qədr gecəsini dərk eləməkliyi üçün hər o maniyələr ki, onu bu yana getməkdə mümkündür, şeytan insanı vəsvəsə ilə yıxıl yatara gedirsən. Və yaxud ola məclisdə, amma çox süst ola. Ona görə yaxşıdır ki, insan Ramazan ayında gecədən 1 saat qabaq, yəni iftardan 1 saat sonra biraz müxtəsər istirahət eləyə, ta ona yuxu gəlməyə. Yuxu olanda, yuxu insana gələndə, həm o söhbət eləyən həvəsdən salır, həm o insan özü bilmir ki, bir ayağını gözləyir, asır. Biri yuxudadır, biri asırdır. O dərk eləyənlər çox fəzilətləri. Onun zehninə bir şey batmaz ki, o gərək sərhal gələr. Biz təəssüflər olsun, o 3 gün ki, istəyirik əhya saxlayaq, onu da ya yarıda saxlayırıq, ya da ki, həmən o halsız şəkildə. Bu olmamalıdır. İnsan öz nəfsini bu cür o vəsvəsəli şeytanın vəsvəsələrindən saxlamalıdır. İnsan burada sərhal, güclü, qüvvətli şəkildə bu əhyanı saxlayar. Və yəsilə rəhməhu, 3-cü xüsusiyyət budur ki, insan qohum əqrabasına da belə baş çəkməlidir. Yəni, bir adam ki, oruç tutur, bu 6 xüsusiyyətin biri odur ki, dilini saxlayır, ikinci odur ki, özün şeytani vəsvəsələrdən saxlayır, şeytana tərəf uymaya, üçüncüsü də odur ki, öz qohum əqrabasına baş çəkər. Və la yu'ziyə carəhu, dördüncüsü də budur ki, öz qonşusuna əziyyət eləməyə. Görürsən, bizim dinimiz o qədər camiə dindir ki, hər bir şeydə dinin söhbəti vardır, söz vardır. Təkcə orada tutan adam Allah Təala deməyib ki, səhərdən axşama qədər məsciddə otur. Bu deməyib ki, bizə. Bunu deyib qohum əqrabaya da baş çək, qonşuya da əziyyət eləmə, qonşunun da haqqın riayət elə. Və yərə ixvanəhu, mömin qardaşlarının haqqını da riayət eləyə. Və yaxzənə lisanəhu, ən mühümmi budur. Bu, hər yerdə gəlir məsələ. Oruç tutan adam ki, istəsə Allah Teala onun bütün günahlarından keçsə, yaxzənə lisanəhu, demir yəhvəzə lisanəhu. Bir budur ki, yəhvəzə lisanəhu, yəhvəzə lisanəhunun mənası budur, yəni dilin saxlayar. Bir də var, yaxzənə lisanəhu. Yaxzənə lisanəhu budur ki, yəni dilin məxzən qərar verər, sirləri o dilindən kənara çıxartmayar. Əgər bir şey birindən bir sir bilirsə, pis bir sir, məxzən qərar verər, sandıq qərar verər, onun ağzını bağlayar. Məxzən ona deyirlər. İnsanın evində olur, düşünürsən, böyük bir dənə sandıqdır, onun ağzını qıfıllayır, dildə huzur olmalıdır. Sirlər ki, sənin qəlbində vardır, qəlb ötürür diləsə, qəlbin prosesi budur, dilə ötürür, dil faş eləyir, dil yayılır sözləri. İnsan o dili nə eləyər? Qıfıllayar. Əgər bu cür olmuş olsa, Allah Teala onun günahlarını bağışlayar. Muhammed ibn Muslim Səqəfi deyir, İmam Baqirdən eşitdim ki, buyurdu. Muhammed ibn Muslim Səqəfi İmam Muhammed Baqirin ən yaxın sahabələrindəndir. Deyir, İnnəllâhə təbarək və təala mələikətun müvəkkilin. Allah Teala bir sıra mələklər vardır ki, bir neçə dənə mələklər vardır ki, bunları oruç tutanlara vəkil edibdir. Hər bir mələkin bir dənə xüsusi işi vardır, funksiya vardır, öz işini yerinə yetirir. Allah Teala bir sıra mələklər vardır ki, bunları vəkil eləyib oruç tutan adamlar üçün. Nə eləsinlər bunlar oruç tutan adama? Yəstəğfirunə ləhum fi kulli yevmin min şəhri Ramazan ilə axirihi. Qulaq asın buna. Mələklər Ramazan ayının hər günündə gündüzdən gecəyə qədər oruç tutanın əvəzində istiğfar eləyirlər, onun əvəzində tövbə eləyirlər. Fəzilətə baxaq. Bir nəfər oruç tutubdur, Allah Teala mələkləri məmur eləyir, gedin o filan kəs ki, mənə görə oruç tutub, bax. Onun əvəzində siz istiğfar eləyin, tövbə eləyin onun tərəfindən. Özdə 1 saat, 2 saat yox ha, 1 ay sübdən ta gecəyə qədər. Biz eşitmirik ki, o istiğfar var, düzdür? Biz amma onlar istiğfar eləyirlər biz nəfəsimizdə. Və yunadunə s-saiminə kulli leylətin ində iftarihim. İftar vaxtı deyə olanda, o orucları, oruc şəxsləri, mələklər səsləyirlər, çağırırlar. Nə deyirlər? Əbşiru ibadəllah. Müjdə olsun sizə, ey Allahın bəndələri. Müjdə yəni muştuluq. Muştuluq bilirsiniz nədir? Müjdə olsun sizə Allahın bəndələri. Fəqət cü'tum qalila və səfəşəbunə kəthira. Biraz az qaldınız. Neçə saat az qaldınız. Onlar deyir Allahın bəndələrinə. Ey oruç tutanlar, biraz az qalıbsınız.
İndi tez olaraq ki, iftar eləyərsiniz, qarnınızı doyuzdurarsınız. Buriktum və burikə fikum. Mübarək ay sizlərə mübarək, Ramazan ay sizlərə mübarək olsun. Onlar deyirlər, gör, nə böyük fəziləti var oruçdan adamın. Mələklər deyirlər ki, Ramazan ay sizlərə mübarək olsun, bərəkətli olsun. Hətta izə kana axiru leylətin min şəhri Ramazan naduhum əbşuru ibadallah. Ta bunu eləyirlər ha vaxta qədər, Fitr bayramından bir gün qabağa qədər. O vaxta qədər bunlar üçün tövbə eləyirlər, istiğfar eləyirlər, bunlara müjdələr verirlər. Elə ki, Ramazan ayı qutarana yaxın gəlib bir dənə də müjdə verirlər. Əbşiru ibadallah. Müjdə olsun sizə Allahın bəndələri. İndi nə demək istəyirlər? Gör nə deyir ha? Fəqət qəfərəllahu zunubəkum. Müjdə olsun ki, Allah Taala sizin günahlarınızı bağışladı. 30-cu gündə deyirlər. Müjdə olsun sizə ki, Allah Taala sizin günahlarınızı bağışladı. Dərk eləmək bizə bunu çətindir ha. Nə ola Allah Taala bizi o dərəcələrin, həmin insanların dərəcələrində qərar verər ki, 30-cu gün bizə müjdə verərlər. Müjdələri nə ola? Mələkələrin. Allah Taala sizin günahlarınızı bağışladı. Və qəbilə tövbətəkum. Sizin tövbələrinizi qəbul elədi. Müjdədir də, bu böyük müjdədir. Günahlarınızı bağışladı. Sizin tövbələrinizi qəbul elədi. Ardıycan bunlar bir söz deyərlər. Fənduru keyfə təkununa fîmâ təstənifun. Aha. Əvvəl müjdə verirlər. Deyirlər, Allah Taala sizin günahlarınızı bağışladı. Tövbələrinizi qəbul elədi. İndi deyir, baxın, görün hələ bundan sonra nə cür əməl edəcəksiniz. Aya bundan sonra da 30 gündə kim özünü aparasınız, ya 30 gün tarih, daha ondan sonra məscidin qapısını bağlayacaqsınız, namazın qapısını bağlayacaqsınız. Bəzi adamlar var axı, bir ayda Allah Taala'nın ibadət eləyirlər. Quran deyir, ha özü bunu. Deyir, və minən nas mən ya'budullaha ala harf. Cəmiyyətdən bəziləri var, elə ancaq 10 gün Məhərrəmlikdə namaz qılarlar. Bəziləri var, bir ay Məhərrəmlikdə, bir ay orucluqlar. Necə ki, oruc qutarıcı, orucluq, Fitr bayram günü, səbqəbəsin qatır qoyuşman edib də, gələn atırdı onu. Təsbih qatdandı qoyuldu, deyib də bir dildən sonra atırdı. Allah Təbarək və Teala mələklər deyir ki, baxın, görün, bundan sonra özünüzü necə saxlayacaqsınız? Yəni, bu savab ki, əldə eləyibsizsə, oruç tutubsuz, Allah Teala sizin günahlarınızı bağışlayıbsınız, olubsuz paç, bir dənə paç bir insan, gözəl bir insan, Allahın yanında, dəyərli bir insan. İndi baxın, görün ki, o əməlləri ondan sonra nə eləyəcəksiniz? Özünüzdə qiyamətə onu zəxirə saxlaya biləcəksiniz, ya yox. Orucluğun savabını əldə eləyib, qiyamətə qədər özü ilə apara biləcəksən, ya yox. Da orucluqdan sonra bir iş görmə ki, tutduğun bütün orucların savabı, etdiyin ibadətləri bir dəqiqədə yanında ola, aradan gedə. Həzrət-i Rizad əcdadından nəql eləyir. Ta hədisi getirirlər Peyğəmbərə, Peyğəmbər özü buyurur. İnnə şəhrə Ramazan şəhrun azim. Çox gözəl sözlər deyirlər Ramazan barəsində. Deyir, Ramazan mübarək Ramazan ayı böyük aydır. Yüzarifullahu fihi əl-həsənat. Yaxşı işləri Allah Teala burada çox şəkildə qəbul eləyər. Misal üçün, bu ayda məscidə bir dənə köməklik eləyirsən. Elə belə vaxt əgər Allah Teala ona bir savab yazırsa, bu ayda 10 savab yazır. Bəlkə də 100 savab yazdı, biz bilmirik. Axır ki, bu ayda o yaxşı işlərin savabını çoxaldar Allah Teala. Və yəmhu fihi əs-səyyar. Pis işləri burada, bu ayda nə eləyər? İnsanın pis işlərini məhv eləyib aradan aparar. Və yərfəu fihi dərəcat. Dərəcələri, insanın dərəcələrini uzaldar bu ayda. Mən təsəddəqə fi hadəş-şəhr bi sədəqətin qəfərəllahu ləh. Hər kəs bu ayda bir dənə sədəqə verər, 1 manat və yaxud 1 dinar, 2 manat nə qədər sədəqə versə, Allah Teala onun günahlarından keçər. Və mən əhsənə fihi ilə ma mələkət yəminu qəfərəllahu ləh. Hər kəs bu ayda öz qullarına, ki qədimdə qul saxlayacaq hərtədə, öz qullarına yaxşılıq eləsə, Allah Teala onu nə eləyər? Günahından keçər. İndi qul yoxdur, fərqi nə? Fəhlə var. Çalış, fəhləni işlədi qutarandan sonra dediyin qiyməti ona verərsən. Əgər 10 manata danışırsa, indi qutarmasa deyirsən 5 manatdan pulu verərsən. İndi düzdür, yoxdur, qul yoxdur. Amma o fəhlə ki, sənin qapında işləyir, onun haqqı var sənin boynunda. Haqqı budur ki, dediyin qiyməti verərsən. Ondan danışdığın saatdan artıq istəməyəsən. 5 saat danışırsan, 8 saatdan işləməyəsən. Və mən kəzəmə fihi qayzəhu qəfərəllahu ləh. Hər kəs bu ayda qəzəbin uçsa, özün kontrol edərsə, Allah Teala onu bağışlayır. Salçın uşağı var, əsəbləşdir uşaq səni, çalış əsəbləşmə. Hər bir kiçik şeydən ötürü evdə əsəbləşmə. Qəzəbi ut.
Özü kontrol elə. Əgər bu cür eləsin, Allah Taala bağışlayar. Və mən vəsələ fihi rəhiməhu qəfərəllahu rəh. Hər kəs qovm əqrəbasına baş çəksə, Allah Taalanın qufranına şamil olar. Sümmə qal, ondan sonra Həzrət buyurdu, İnnə şəhrəkum haza ləysə kəşruhur. Deyir, bu mübarək Ramazan ayı başqa aylar kimi deyil. Başqa aylar gələndə bizə rəhmət gətirir, xeyr. Başqa aylar gedəndə bizə bərəkət verir, xeyr. Amma deyir, Ramazan ayının başqa aylardan fərqi var. İnnəhu izə əqbələ iləykum əqbələ bil bərəkəti və rəhmə. Ramazan ayı sizə gələndə bərəkət və rəhmətlə gəlir sizə. Başqa aylar kimi deyil ki. Filan aylarda qədimdə deyirlər, mart gəldi, nə bilim, dərd gəldi. Deyir, bu ay, o birisi aylar kimi deyil. Bu mübarək ay sizə gələndə bərəkət və rəhmət gətirir sizlərə. Və izə ədbərə ənkum ədbərə bi qufranı zunub. Ramazan ayı qutaranda, sizdən gedəndə də sizin günahlarınızı bağışlayıb gedir. Gör, nə böyük aydır. Gələndə bizə rəhmət gətirir özü ilə, bərəkət gətirir. Gedəndə də nə olur? Günahlarınız bağışlanmış halda gedir. Hada şəhrül həsənat. Bu, yaxşıların ayıdır. Əmalul xeyri fihi məqbulə. Yaxşı işlər bu ayda qəbuldur. Mən səlla minkum fi hazə şəhrillahi əzzə və cəl rəkətəyn. Hər kəs bu ayda 2 rəkət müstəhəb namaz qılar. Hər kəs bu ayda 2 rəkət müstəhəb namaz qılsa, Allah təbarək və teala onun günahlarından keçər. Ki, bu ayın hər günün namazı var. Hər gecəsinin namazı vardır. İntihası insan əgər onların müvəffəq olanmazsa, dursun 2 rəkət elə belə müstəhəb namaz qılsın. Ramazan ayının namazını qılın, qürbət elə. Allahu Əkbər. 2 rəkət müstəhəb namaz qılsın, sırf Allah Teala'ya görə Peyğəmbərin vədəsidir. Allah Teala deyir, onun günahlarından keçər. Başqa bir dənə 4 sətirli dua var Ramazan ayında. 40 illik günahları bağışlayır. Gecə oxunası duadır. Hər kəs o duanı oxusa, Allah təbarəkə təala 40 ilin günahından keçər. Çox mötəbər duadır. Ardıycan buyurur. İnnə şəqiyyə həqqə şəqi. Deyir, həqiqi bədbəxt. O bədbəxt o insandır ki, mən xərəcə minhu hazə şər və ləm yuxvər zunubəhu. Bu ay gəldi, keçdi, amma bunun günahları bağışlanmadı. Bu ay gəldi, bu nə oruç tutmadı, nə oruç tutanlara qoşulmadı, nə məscidə gəlmədi. Əslən, Ramazandan bunun qulağına heç bir şey getmədi. Bu öz kefində oldu. Həqiqi bədbəxt o insandır ki, bu ay gəlib keçə, amma bu aydan bəhrə aparmaya, günahların bu ayda bağışlandırmaya. Rəvayətdə var, ha? Bu ayda hər kəs bağışlanması Ərəfə gününə qalır. Qurbandan bir gün qabaq, Ərəfə günü. 27 noyabrından bu ay desin təsadüf edir. Əgər Ərəfə günündə bağışlanması, Allah Teala da onun bağışlanmağını saxlayır qiyamətə. Ona görə buyurur, hər kəs bu ayda bədbəxt o insandır ki, bu ay gəlib keçə, amma o nə olmaya? Bağışlanmağını Allah Teala'dan istəməyək. Bu aydan bəhrə aparmayaq. Bu ayın bəhrəsi çoxdur. Bir dənə möminə də bu ayda xidmət eləmək bəhrə sözü, oruç tutana. وَلَمْ يُخْفَرْ زُنُوبُ فَحِينَئِذٍ يَخْسُرُ حِينَ يَفُوزُ الْمُحْسِنُونَ بِجَوَائِزِ رَبِّ الْكَرِيمِ. Allah Şeyx Sadıqa rəhmət eləsin, Əmalə kitabında o nəql eləyir bunu. Deyir, həqiqi bədbəxt o bədbəxt o insandır ki, bu ay gəlib keçsə, bu aydan fayda aparmaya, bir vaxt ayılıb görər ki, Kərim Allahdan oruç tutanlar hədiyə alıblar, töhvə alıblar. Bu isə ziyan eləyibdir. Da o ziyan, sonra da siz o peşmançılığı da fayda verməz. Artıq da o ziyanın yerini doldura bilməz. Ondan sonra qiyamətdə deyəcək, Rəbbirci'uni ləalli əməli salihə. İlə Allah Teala'ya xitab edəcək bəzi insanlar qiyamətdə. Bəzən insanlar olacaq. Görəcəklər, ilahi, burada qiyamətdə nələr yoxdur, bizim əməllərimiz boşdur, əlimiz heç də yoxdur. Heç bir şey eləməmişik. Dedi, ilahi, nə olar, məni qaytar o dünyada bir dəqiqə əməl eləyində yaxşı əməl. Allah Teala'dan səs gələcək, kəlla. Kəlla lafı bizim lord edəcəyəndə kəs səsi. Və sənin vaxtın qutardı. Mən o dünyanı vermişdim sən yaxşı əməllər eləməyə. O dünyada səni yaratmışdım ki, ahirət evi abad eləyəsən, ahirət üçün azlığa qazanasan. İndi ki qazanmadın, da bu dünyadan sonra qayıdış yeri yoxdur. Yerin təyin olmadı. Allah Teala onların yerlərini təyin edəcək. Allah Teala inşallah bizləri bu ayda həqiqi oruç tutan şəxslərdən qərar versin. Allah Təbarək və Teala bizləri bu günün feyzindən, məxsusən əhya gecələrin feyzindən məhrum binəsib eləməsin. Bu günün feyzindən ölənlərimizin ruhinə, boynumuzda haqqı olanların ruhinə aidi vasitə eləsin. Allah Təbarək və Teala səni and verdəmiz izzət-i zəlal və imam-ı zamanı zuhurində təzil elə.
Bizi o imamın həqiqi yolunu gözləyənlərdən qərar verəcək. Hər kim bu məsciddə, bu mənbərdə, bu məclisin tərif tapmaqda hər nə cür zəhmət çəkir, Allah Taala inşallah zəhmətin ali dərəcədə dəyərləndirsin. Alimlər, müctəhidlər ki, dünyada gedir məxsusən İmam-ı Ümmət, hamılarını qəriq rəhmət eləsin. Qalan alimlərimizi, müctəhidlərimizi, məxsusən məqam-ı müəzzəm-i rəhbəriyyə yerin göyün bəlasından hifz eləsin.